Mən Erkin mənim sizdən başlamaq istəyirəm icazənizlə. Siz nələri eşitdiniz bu mesajlarda? Xüsusən də mənim üçün bu qlobal transformasiyanın ilkin mərhələsi deyilən bir mərhələdir. Burada Azərbaycanın yeri nədir? Yoxsa biz doğrudanmı hələ suallarımız çoxdur öz yerimizlə bağlı? Suallar çoxdur, tək bizdə deyil. Bütün dünya sual içindədir. Avropanın özünü görürsünüz. Yenidən öz kimliyini axtarışına çıxıb. Amerikanın, xüsusilə bu Trump'ın hakimiyyətə gəlməsindən sonra başlatdığı xarici siyasət Avropanın üzərindən Amerikanın təhlükəsizlik çətrini götürməsi Avropanı və bütövlükdə Qərbi və Qərbin də bütün dünyaya təsirini nəzərə alsaq, faktiki olaraq bütün dünyanı bir sıra suallar qarşısına qoydu ki, bəs bundan sonra hər kəs öz təhlükəsizliyini necə təmin etsin? Prinsip etibarilə Azərbaycanın xarici siyasəti onsuz da elə öz təhlükəsizliyi, öz gücü hesabına təmin etmək strategiyası üzərində qurulmuşdur. Çünki elə müqayisədə götürsək, Ermənistan elə müstəqillik əldə etdiyi gündən öz təhlükəsizliyini tamamilə təhvil vermişdir Rusiyaya. Belə bir Rusiyanın təhlükəsizlik çətiri altında qalmışdır. Gürcüstan çabaladı biraz gah Qaradəniz kimliyi, gah Avropa kimliyi axtarışına çıxdı. Onun üzləşdiyi problemləri və görürük. Moldova, Ukrayna hamısı belə. Azərbaycan prinsip etibarilə heç vaxt Qərblə əməkdaşlığa, o cümlə NATO ilə və Avropa Birliyi ilə əməkdaşlıqdan yayınmayıb, çəkinməyib. Amma eyni zamanda da tələsməyib. Coğrafi yerləşməmiz, bizim belə həmişə yanaşmamız Gürcüstandan bir adım geriyə olub. Yəni, əgər Gürcüstanda alınmayacaqdırsa, təbii ki, coğrafi olaraq bizi də qəbul edəsi deyirlər. 2008-də Rusiyanın Gürcüstana təcavüzündən sonra Azərbaycan ümumiyyətlə bir sıra proqramlardan çıxdı və qoşulmama hərəkatına girdi və sonraki gedişat göstərdi ki, bu çox uğurlu strateji bir addım oldu. Eyni zamanda Türkiyə ilə, İsrail ilə, Pakistanla, Britaniya ilə, İtaliya ilə, yəni fərdi əməkdaşlıq, o cümlədən hərbi sahədə əməkdaşlığı qurmaqla öz təhlükəsizliyini təmin edib və son 5 il ərzində isə bütövlükdə ərazi bütövlüyü məsələsini çözüb və demək olar ki, Azərbaycan bölgəmizdə ən sabit, ən təhlükəsiz bir ölkədir. Yəni, bu boş bir söz deyil, təbliğat deyil, şuar deyil. Bununla belə bölgəmiz, böyük bir bölgəmiz çeşidli problemlərlə üzləşir. Orta Şərq əslində bizdən çox da uzaqda deyil, hava yolu ilə ümumiyyətlə çox yaxındır. İran, Şimali Qafqaz, Ukrayna, Avropanın özü, bunlar hamısı həm ticari əlaqələr üçün risk yaradır, həm nəqliyyat yolları üçün risklər yaradır, həm ümumiyyətcə elə təhlükəsizlik istənilən bütün tədbirlər üçün, çünki dövlətlər vakuum içində yaşamırlar. Hamısı bir-birinə bağlı strateji deməli, qarşılıqlı asılılıq yaradır. Məsələn, Gürcüstanla Azərbaycan, Türkiyə necə ki, hərbi əməkdaşlıq içindədirlər. Orada görürsən ki, sənin attığın, öz təhlükəsizlik üçün attığın addımlar əlavə risklər yaradır gözləmədiyin bir yerdən. Məsələn, Hindistan son illərə qədər ümumiyyətlə heç bizim belə deyək də, hansısa bir qayğı yaradan bir ölkə deyildi bizim üçün. Amma biz vətən müharibəsində qələbə əldə etdikdən sonra Hindistan bizim düşmənimizi silahlandırmaya girişdi. O da bizdən qaynaqlanan bir şeydir əslində. Çünki Pakistanla Azərbaycanın strateji yaxınlaşması Hindistanın öz hesablamasına görə təhlükə və yaxud ən azından risk yaradan bir gedişat hesab olundu. Ona görə Hindistan başlayır indi bizim düşmənimizi silahlandırmağa. Oradan Fransa, buradan İran. Burada Orta Dəhlizin də yəqin ki bir qıcığı var. Hindistanın çünki onunla bağlı öz planları var. Çünki Hindistan üçün indi bizim bu Orta Dəhliz yaxud Turan yolu çeşidli ad qoymaq olar. Hamısı da gəlir o bizim Naxçıvanla Azərbaycan, böyük bir Azərbaycan Naxçıvanla orada 40 yəni neçə kilometrdirsə o yolun deməli ora gəlib dirənir. Halbuki məsələ heç o yolda deyil. O çox qısa bir məsafədir. Bu qədər dövləti o qayğılandırmamalıdır. Amma dövlətlər böyük götürür xəritəyə, böyük bir gözlə baxır.
Əlbəttə ki, Hindistanın o bölgəsində strateji deməli rəqibləri kimdir? Pakistan və Çin. Və bu orta yol, Turan yolu, hər nə qoyursa adını, o Hindistan o xəritəni o cür oxuyur. Hətta İran belə, məsələn, indi Şimal-Cənub koridoru hər nə qədər indi Rusiyadan, bizim üzərimizdən, ondan sonra İrana, oradan da Hindistana gedən bir yol sayılırsa da, əslində İran, bunu mən dəfələrlə demişəm, İran üçün Şimal-Cənub koridoru heç də bu deyil. Fars körfəzindən Qaradənizə, Ermənistanın Çindən keçərək Gürcüstandan ora gedən bir yoldur. Ona görə Zəngəzur koridoruna İranın belə həssaslığı və öz ərazisində o şimal dəhlizi ilə bağlı balaca bir hissənin hələ də tikməməsi tamamilə doğrudur. Tikməməsi elə odur ki, İran çox da həvəsli deyil o yola. İran üçün belə baxanda daha qısadır. Qısadır deyə deməli nəqliyyat xərcləri də az olacaq, amma daha çox geopolitik baxımdan. Bəli. Çünki İran da xəritəni belə oxuyur. Fransa niyə Zəngəzur koridoruna qarşıdır? Çünki Britaniya ilə geopolitik qarşıdurması var. Britaniyanın isə Azərbaycanda mövqeləri güclüdür. Fransa burada iqtisadiyyatda çox da pay ala bilmədi. Halbuki çox çalışdı, iki prezidentləri gəldi, getdi. İndi o strategiyalarına uyğun Britaniyaya, bizə də qarşı o qədər də yox, daha çox Britaniyaya mane olmaq üçün Ermənistanda deməli dərinləşməyə, güclənməyə çalışır. Görürsünüz, bu risklər bəzən heç də bizim özümüzdən qaynaqlanmır. Başqaların bu bölgədəki gedişatdan özləri üçün çıxartdığı nəticədən qaynaqlanır. İndi ola bilərmi Britaniyanın neçə ildən sonra ilk dəfə hərbi ataşı təyin eləməsi? Bəli, ola bilər deyəndə ki, məncə elədir. Motivlər oxşardır. Bəli, bəli. İlkin ola bilərmi? Bu özü də bir böyük bir oyunun tərkib hissəsidir. Avropanı səfərbər eləmək üçün onu bir qədər dışarı atıb ki, özünü çabala səfərbər olsun, güclərini toplasın. Çünki o Avropadakı bəzi siyasi qüvvələrin hakimiyyətə gəlməsi ilə bir rahatlıq, arxayınlıq yaranmışdı. Amma belə bir vəziyyətdə siyasi seçkilərdə bir çox şeylər dəyişə bilər. Ola bilərmi? Oyun deyəndə ki, əslində Trumpın məqsədi də oydu. Trump hələ ilk prezidentliyi dönəmində Avropa liderlərinin görüşündə, hətta NATO-nun da sammitində onlara çox açıq irad bildirmişdi ki, siz NATO-nun nizamnaməsinə uyğun davranmırsınız. Müqaviləyə görə ümumi daxili məhsulunuzun 2% hərbi xərclərə getməlidir. Amma yalnız iki dövlət, Britaniya və Amerika Birləşmiş Ştatları o öhdəliyi yerinə yetirirdi. Sonra Almanlara açıq-aşkar deyirdi ki, siz enerji siyasətiniz yanlışdır, siz özünüzü Rusiyadan asılı gün şeyə salmışsınız. Və həqiqətən də düzdür, indi bunu şeylə əlaqələndirirdilər. Yaponiyada Fukushima nüvə stansiyasının o qəza ilə bağlı. Ondan sonra Almaniya başladı qapatmağa öz nüvə stansiyalarını, o birilərini isə tikintisini dayandırmağa. Almaniyada nə o yaşıllar falanlar etiraz eləməyə girişdi. Halbuki Almaniyanın böyründəki Fransa 95% enerjisi nüvədən gəlir. Nüvə də elə bir şeydir ki, Allah eləməsin. Orada bir şey olsa elə Almaniyada zərər çəkəsidir. Yəni ki, tamamilə nüvələrini qapatdılar. Kömür stansiyalarını və dizel stansiyalarını qapatdılar. Məcbur oldular Rusiyadan qaz almağa və bir də ayıldılar ki, enerji resurslarının 50%-dən çoxu Rusiyadan gəlir. Və bunu Trump hələ ilk prezidentliyi dönəmində deyirdi. Fransaya da deyirdi, başqalarına da deyirdi. Sadəcə araya Biden'in dönəmi girdi deyə biraz rahatlaşdılar. Hə, çoxları unudub o dönəmi ki, aslında Trump elə bütün strategiyası onun üzərinə qurulmuşdu. İndi onun davamıdır. Sadəcə daha sərt, biraz daha acıqlı. Çünki Biden administrasiyalı xarici siyasəti rüsvayçılıq idi. Yalnız Əfqanistana görə demir. Ümumiyyətlə, düzdür, Obamadan başlayaraq gəlirdi. Yəni, bir tək Biden'ın üstünə yıxmayaq bunu. Amma Biden da Obama'nın vitse-prezidenti olub, eyni komandadır. Davam etdirirdi. Eyni komandadılar, bəli. O baxımdan mən Trump'a haqq qazandırıram. Yəni ki, burada isə məlum Avropa Birliyi dediyimiz bir məkan əslində da Amerikanın çətiri altında da vahid mövqedə olmayıb heç zaman. Heç vaxt. Çünki Qərb Avropa ölkələri, Fransa, Almaniya, özəlliklə bu ikisi elə əvvəlki dönəmlərdə də Amerikadan daha çox müstəqil olmağa çalışırdı. Şərq Avropa ölkələri isə, Baltik ölkələr, Polşa, Macaristan, Rumıniya, Çekiya, Bolqaristan, bunlar daha çox Amerikaya bağlanmaq istəyirdi. Çünki belə də Rusiya ilə yaxınlıq, coğrafi yaxınlıq, onun siyasi təsiri vardı. Çox böyük. Tarixin çeşidli dönəmlərində
ya Rusiya imperiyası olsun, ya Sovyetlər Birliyinin o Doğru. Varşava müqaviləsi çərçivəsində Moskvanın deməli təsir altında olublar. Ona görə onlar öz risklərini idarə etmək üçün Rusiyaya qarşı Amerika ilə yaxınlaşmaq istəyiblər. Qərb Avropa ölkələrinin qayğıları başqa idi. Onlar Rusiyadan daha uzaqda olduğuna görə Amerikadan uzaqlaşmağa çalışırdılar. Yəni ən azından daha çox müstəqil. Onun ki Avropa Birliyinin içində istər məsələn Macarıstan görürsüz nə qədər veto qoyur bir çox təşəbbüslərə. İndi onun adını diktator qoyublar, halbuki seçir də onu xalq. Yəni bunlar da kimi bəyənmirsə hamıya belə ucdan tutma diktator deyib. Və indi Rumıniyanı görürsüz nə hala gətirirlər. Bir prezidentləri uddu, çıxartdılar birini. İndi ikinci partiyanı da aşırı aşağı adlandırıb çıxartdılar vəsiyyətini. İndi Serbiyanın başına oyunu açırlar. Yəni ki, yəni bunlar hamısının nəyə göstərir? Bunlar onu göstərir ki, Avropa heç o vaxtı da vahid olmuyor. Sadəcə Amerikanın təhlükəsizlik çətirinin üstlərinə gördüm, bütün o prosesləri açdı, yəni onu anlayanlar bilirdi onsuz da əvvəllər, amma indi hamı gördü bunu. Hə, Britaniya daha tez oyandı, çıxdı Avropa Birliyindən. Brexit onu Britaniyanın çox da təkcə iqtisadi məsələ deyildi. Əsirlik, hə, əlbəttə ki, özdə kraliçanın daha çox israr etdiyi siyasi baş nazirlər o qədər də girişmir. O daha çox kraliçanın strategiyası idi. O rəhmətə getdi. İndiki kral biraz o baxımdan. Yəni indiki kral biraz o baxımdan humanistdir. Əslində heç ona elə bir ehtiyacı da yoxdur bir çox təşəbbüs göstərməyə. Çünki artıq Britaniyanın xarici siyasəti yoluna düşüb. Yəni orada buradakı bir siyasətindən də biz görürük və çox zaman daha çox liberal deməli yazılarda, analitik yazılarda Britaniyanı biraz aşağılamaq cəhdləri göstərir. Halbuki mən əks prosesi görürəm, Britaniya əksinə güclənir. Keçdikcə güclənir və onlar həmişə Amerika ilə bu baxımdan belə tandemdə olublar. İsrail də bu tandemə qoşulubdur. İsrail indi qoşulub. Trumpın vaxtı. Bidenlə Netanyahunun arası yox idi heç. Əslində ümumiyyətcə Avropa solları daha çox Fələstin yanı olublar həmişə. İndi Fələstin xalqının təbii ki o çəkdiyi əziyyətlər, onların haqlarının pozulması və s. bu hamısını elə Azərbaycan olaraq da biz anlayırıq, canımız da yanır ona falan. Amma İsrail bizim strateji əməkdaş partnyorumuzdur. O baxımdan strateji mənafeləri biz bada verəsi deyilik. Amma Avropada ümumiyyətcə antisemitizm dalğası üzərində liberal don geyindirilib İsrailə qarşı özdə bütün ölkələr. Mən bunu Aşbada da görürdüm yeri gəlmişdim. Belə bir siyasət yürüdürdülər. Və Amerikadakı demokrat administrasiyaları. Odur ki, burada bu Amerika, Britaniya, İsrail, indi bax Azərbaycanı da bu Abraham anlaşmasına onunla ayrıca bir sual verəcəm. O da onlar hamısı elə belə deyil. Yəni ki, yəni Türkiyəni dəvət edə bilməz. Hər halda, amma belə baxsan, bilmirəm, indi Azərbaycan xarici siyasəti yürüdənlər, pərdə arxası belə bir arzu bildirmişdilər əvvəlcədən, amma güman edirəm yox. Bu daha çox Azərbaycanın buradakı artan nüfuzunu İsrail tərəfdən dəyərləndirilib, qiymət verilməsidir ki, Azərbaycan da gəlsə yaxşı olar. Həm müsəlman ölkəsidir, həm türk ölkəsidir, həm bölgəmizdə strateji əməkdaşlıq üçün önəmli bir ölkədir. Unikal ölkədir, müasir. İran falan amillər də var. Məncə də bəli. Odur ki, bu məsələdə bu oyun, yəni o tiskiz dedikcə oyun. Mən oyun sözünə heç bir qıcığım yoxdur. Çünki bəzən deyirlər ki, bu oyundur, boş. Həyatın özü bir oyundur, siyasət də bir oyundur. Oyun nəzəriyyəsi var belə. Onun çeşidli qolları var, siyasət deyil. Johan Heisinq'in məşhur kitabı. Yəni ki, oyun sözünü əgər aşağılamasaq və siyasətçiləri ciddi anlamda oyunçu saysaq, o cümlənin dövlətləri, bunun bir oyun olduğunu mən rahat qəbul edə bilərəm. Ancaq yalnız bu anlamda. Sadəcə hazırlıqsız izləyicilərimiz olacaq deyə oyun sözünə ilişib belə lağa qoyacaqlar deyə bu qeyd şərti eləməliyəm ki, bu öncədən düşünülmüş, bu pərdə arxası belə konspiroloji bir şey deyil. Bu Biden'ın hələ ilk dönəmində elan etdiyi, Trump'ın araya Biden administrasiyasının girdiyinə görə ara kəsildiyi bir siyasətdir, onun davamı. İlkin müəllim, nəsə demək istəyirdiniz? Buyurun. Vaxtımız varsa. Fransanın Özbəkistana marağı əslində yeni bir şey deyil. Hələ 19-cu əsrin sonlarında düzdür, onda Özbəkistan Rusiya
imperiyasının tərkibində idi. Amma belə bir şey deyim sizə, o vaxt Fransa ordusunun baş qərargahı Rusiyanın içində dəmir yollarının çəkilməsini planlı və xəritələrini çəkib və Fransa dövləti o dəmir yollarını da maliyyələşdirirdi. O dəmir yollarından biri Orenburg-Taşkent yoluydu. Və sırf çünki Rusiya istəmirdi o yolu. O vaxt Maliyyə naziri Witte etiraz edirdi. Gəlib 2. Nikolay dedi ki, bizə o yol lazım deyil. Heç bir iqtisadi faydası yoxdur. Amma 2. Nikolay dedi ki, fransızlar çox istəyir, pulunu da verir. Amma borc kimi verir. Yeri gəlmişkən Bolşevik hakimiyyəti qurulanda o Antantaya borc ki var idi, onu vermədilər. O borc indi Antanta deyil, amma borcdan çoxsu Fransaya olan borcuydu. Məhz o dəmir yolları infrastrukturunun qurulmasına görə. Orenburg-Taşkent yolunu fransızlar tikdirdilər Ruslara. Sırf bax həmin o dediyim o İngiltərə ilə qarşı durmaya görə. Böyük oyun deyirlər, Great Day. İngiltərə Hindistandan üzü yuxarı gəlirdi, girdi Afqanistana. Fransızların da qorxusu idi ki, əgər davam eləsə, Rusiyanın Orta Asiyaya girsə, Rusiya orada Britaniyaya qarşı dirəşə bilməyəcək. Çünki nəqliyyat infrastrukturu yoxdur. Ordu nə edəcək? Piyada mı gələcək? Ona görə Fransız baş qərargahı Ruslara dedi ki, Allah sizə pul, plan və mütəxəssislər Cənubi Sibirdən, Orenburgdan, Taşkəndə dəmir yol tikin ki, İngilislər oradan gələndə siz qoşunları daha tez zamanda ora gətirib dökə bilər. Yəni ki, bu deyirsiniz Macron. Macron bugün var, sabah yoxdur. Geopolitika, coğrafiya dəyişmədiyinə görə hökumətlər dəyişə bilər, ideologiyalar dəyişə bilər, arada bir siyasətçilər məntiqsiz addımlar edə bilər, böyük səhvlər edə bilər. Amma o keçilmiş yoldan asıllıq deyilən bir şey var. Path dependence, bu siyasi və sosioloji ədəbiyyatda. Gec-tez hamı o yola qayıdır. Ona görə məsələn, bax o bugün o Britaniya o bölgədən çıxmayıb ki, yəni Amerika, Britaniya, Anglo-Saksonların ümumi bir orada bir şeyi var, qarşı durması var. Pakistanda onlarla bir Hindistan'da ona görə Rusiya ilə yeri gəlmişkən Sovet vaxtında da Hindistan isteri ilə yaxınlaşmaya çalışırdı ki, Amerikaya biraz qarşı durmada. Çünki Amerika Pakistan'da heç nə dəyişməyib. İsteri yoxdur, kommunizm yoxdur. Amma coğrafiya ki qalıb. Coğrafiya dəyişmir, insan təbiəti dəyişmir. Ona görə məsələn o sırf bunu belə haşiyə olaraq demək istəyirdim ki, Fransanın Özbəkistana marağı yeni bir şey deyil. 100 ildən çox tarixi var onun.